Azərbaycan milli mədəni irsinin ən gözəl, ən parlaq nümunələrindən biri olan Kəlağayı əsrlər boyu qadınlarımızın, nənələrimizin, qızlarımızın ən gözəl, ən zərif baş geyimlərindən biri olmuşdur. 14-cü ildə noyabrın 26-sı Azərbaycan Kəlağayısı UNESCO-nun qeyri-maddi irs reprezentativ siyahısına daxil edilmiştir. Biz qızlar, gəlinlər öz zərif Kəlağayımızı hər zaman qoruyaraq bu günlərdə bizim müasir geyimlərimizlə geyinir və hər zaman Kəlağayımızı biz tərənnüm edirik. Əsrlərdən gəlib səsini soralan, ipək telə bəzək vurub daradan, sənə səclər üçün gəlib qonağan, xalqın namususan, xalqın harayı, nə qədər gözəlsən, ay Kəlağayı. Çeşməsi, budası, rəngi bir gözəl, saz istər tərifi, rəngi bir gözəl, musiqisi, ahəngi, rəngi bir gözəl, pərinin məclisində lap çoxdur sayı, nə qədər gözəlsən, ay Kəlağayı. Anama nənəmdən yadigar qalıb, anam sevə-sevə çiyninə salıb, gözəl xanımları bəxtinə alıb, sərmisən sinənə ulduzu ayı, nə qədər gözəlsən ay Kəlağayı. Həcərin, nigarın adı həyası, narıncığın baş bəzəyi, boyası, pərvanə pərini, səsi sədası, xanımlıq rəmzisən, həm də ağayı, nə qədər gözəlsən, ay Kəlağayı. Güllü güllü gəldin güllüyə sarı, sandıqdan çıxardın güllü asarı, topladı gətirdi elliyə sarı, gül açan rəngləri saya Kəlağayı, nə qədər gözəlsən, ay Kəlağayı. Şəki, Basqal, Gəncə Şirvan gülü var. Şamaxıdan Naxçıvana yolu var. Bakı bazarında ipək tülü var. Sarı, qara, ağ, qırmızı çəhrayı, nə qədər gözəlsən, ay Kəlağayı. Adın albuxarı, abı, yılanı, istiyotu, heyratı və soğanı, qız gəlinin zinət vurur qarağa, gedək Qarabağda vuraq halayı, nə gözəlsən, ay Kəlağayı. Xırda buta, saya buta, şah buta, ömrün olsun nağıl buta, baxt buta, uzun olsun yolun buta, taxt butam, mənim sevdiyim yox səndən savayı, nə qədər gözəlsən, ay Kəlağayı. Təranənin sözüdür son butası, xarı bülbül, ürəkdə can butası, ən gözəli Azərbaycan butası, yoxdur dünyada tayım, nə qədər gözəlsən, ay Kəlağayım. Nur səndədir, ziya səndə, abır səndə, həya səndə, bəzək səndə, saya səndə, de, hansını deyim sayım, ay mənim gözəl Kəlağayım. Gəlin bu zərif mirası qoruyaq, yaşadaq və nəsildən nəsilə sevgi ilə ötürək. Çünki Kəlağayı bizim tariximiz, ruhumuz və hekayəmizdir. Kəlağayı bizim ən yumuşaq toxunuşumuz, kövrək xatirəmiz və ən möhkəm bağımızdır.